Amerika Birləşmiş Ştatları İranda yeni rəhbər axtarışına çıxıb. Vaşinqton əvvəllər bu barədə qeyri-dəqiq mesajlar versə də, artıq açıq şəkildə Tehranda siyasi kursun dəyişdirilməsinin vacibliyini vurğulayır. Prezident Donald Trump İranın dini lideri Əli Xameneyinin 37 illik hakimiyyətinə son qoyulmasına dair çağırış edib. Hətta Trump bir qədər irəli gedərək Xameneyini xəstə belə adlandırıb. Ağ Ev rəhbəri iddia edir ki, İran məhz Xameneyinin rəhbərliyi altında dünyanın ən pis yaşayış yeri olub. Məhz buna görə də İranda əsas söz sahibi sayılan dini lider artıq postuyla sağollaşmalıdır. Birləşmiş Ştatlar bölgəyə daha çox qüvvə yerləşdirir. Onlar öz mövqelərini möhkəmləndirirlər və İrana hücum təhdidlərindən rejimə qarşı təsir vasitəsi kimi istifadə edirlər. Amma Vaşinqtonun seçim imkanları məhduddur. İranda bu mərhələdə hökuməti əvəz eləmək üçün alternativ yoxdur. Çünki rejim dərin kök salıb. Nəticədə Birləşmiş Ştatların regional müttəfiqləri, ərəb ölkələri Trumpa bölgəyə təsir göstərə biləcək başqa bir böhranın baş verməməsi zərurətini aşılayıblar.